Aşıq Hüseynin evində olduq, onun şəxsi əşyalarından tanış olduq, həyatı ilə tanış olduq, yaradıcılığına qısa bir baxış keçirdik və onun əsərləri və xüsusən məşhur idi, necə deyək ki, dastan danışmaqla və bu haqda danışaq, bu haqda icmamızı məlumatlandıraq. O Koroğlu dastanlarını danışardı. Bilirsiniz, Koroğlu dastanlarının neçə qolu var. Onlardan bir epizod danışacağım. Koroğlu'nun oğlu ilə görüşü səhnəsi var. Oranı danışırdı. Koroğlu'nun oğlu ilə görüş səhnəsində deməli Koroğlu ilə oğlu tanımırdı oğlu. O Dərbətdə ki, Möminə xatımla olan oğlu gəlmişdi ki, atamı tanıyım. Gəlib görüşəndə bu Koroğlu deyir ki, o yağın qoruğunda bir nəfər gəlib orada atı oraya salıbdı. Bir gedin, kimdir ki, gəlib orada durur. Atı deyir, buraxıb oraya, qoruğa, özdə səvərib çəmənliyə, 50 də deyir, qoyubdur başının üstünə. Dəllərdən biri gedir, gedində bunlar davası küfür arasında. Bu da Koroğlu'nun oğludur. Tutur həmin Koroğlu'nun dərisini yıxır, 50 ayağını bağlayır, qoyur. Aşıq Hüseyin bunu danışır, bu əhvalat danışır. İkinciyi göndərir, gəlmir. Üçüncüyü göndərir, gəlmir. Gedəni bir-bir 50 qolunu bağlayıb öyle qoyur. Deyir, gedən gəlmir. Deyir, elə bir kirvə qonaqlıq idi. Bir ifadəyə bax, sözə bax. Sonra nəysə, bunu mən epizodu qısa eləyim, bunlar özləri görüşürlər. Bu hələ ilk dəfə imtina eləyir. Aşıq Hüseyin danışır, deyir ki, helləşdilər. 1 hektar yeridir, her yerlədilər. Yəni, onlar, pəhlivanlar tutur, o dizlərilə yeri torpağı herik, yəni şumladılar. Görün, bu istər-istəməz belə danışanda, bu cür əhvalatları dastanı bu cür danışanda, elə bir insan yox idi ki, onu maraqla dinləməsin. Elə bir insan yox idi ki, elə dinləməsin. Rəşad bəy, necə ki, siz onun şəxsi arxivini çox araşdırırsınız, həm də ailəliklə yaxın olduğunuza görə xatirələri ilə bağlı daha çox məlumata sahibsiniz. Onun ən əziz, ən çox danışılan xatirələri hansıdır? Bir gözəl xatirəsi var ki, deməli, Bəx Məhmud müəllim vurğuladı. 64-cü ildə Həsən Mirzənin atası İbrahim kişinin qonağı olur Dərəyələzdə. Onun məclisini yola verəndən sonra yanında da 3 şəhiddir. Oruç Quşçu, Aşıq Oruç Quşçu, Aşıq Əhməd Sıdaqlı və Aşıq Sədi Ulaşlı öz kürəkəni. Bunlarla birlikdə bunlara deyir ki, gedək Göyçə mahalına. Biz Dərəyələzə gəlib Göyçə mahalında Aşıq Ələsgərin qəbrini ziyarət eləməyib getsək, böyük günah eləyərik. Nəysə gəlirlər, Ələsgərin qəbrinin üzərinə də saz aparmır. Ki, ustadın qəbrinin üzərinə sazla getməzlər. Sazla getsək, Ələsgərə meydan oxumuş olarıq, olmaz. Və ora gedir, qəbri ziyarət edib, gedir qaydanda Ələsgərin oğlu Talib bunları qarşılayır, yaxşı qonaqlıq verir, hətta dəyişmələri də var orada. Sonra bir nəfər deyir ki, bura Ələsgər ocağıdır. Gərək burada elə bir söz oxunsun, yəni el dili deyimdə xam söz olsun. Yəni, çox eşidilməmiş, yayılmamış söz olsun. Əhməd Sadaqlı deyir, mən bunu 2 ildir yanında şəhidəm, 62-ci ildə gəlib Hüseyin sırasının yanına, kürəyimdən deyə su gedir. Ki, görəsən, bu şairdir, aşıqdır, bura yığışanların 30-40 nəfər adam var. Burada Hüseyin sırasını oxuyacaq. Bunun deyir, vecinə deyil. Buna növbət çatanda deyir, durdu, 61 bənd xəstə Qasımın Sübhanını dedi. İndi həmən şeir bir çox aşıqlardan soruşmuşam, bilən yoxdur. Bloknotunda, cib kitabçasında durur. İnşallah ki, kitabına verəcəm. Kitabında çap olunacaq, əhvalatından bir yerdə. Bir də bir əhvalatını söhbət edeyim. Bunun həyat yoldaşı Şahnisə nənə o qədər kişini sevirmiş ki, kişi dünyasını dəyişəndə bunun saçını kəsir, saçından bir hissəsini kəsir, dua kimi 3 künc parçanın arasında tikir, boğazından asır. O saç bu günlərdə evdə qorunub saxlanır. İnşallah ki, bura muzey olar, o da sərgilənər. Hətta onu yumağa qoymurmuş ki, mənim həyat yoldaşımın iyi ətri bundan gedəcək, olmaz yumaq. Özünü görsət ki, bu mənə. Hansıdır? O kimdir, bax, o kimdir. Ha? Əlinlə sən göstərən.
Hə, budur bax burada. Ha, budur. Yəqin ki, onda Hüseyn Saraçoğlu'nun həyat yoldaşına da xüsusi bəstələdiyi hər hansı bir şeiri olar, ya dastanı olar, olmamış olmaz. Çünki bu sevginin arxasında hökmən böyük bir hörmət, başqa bir dəyər dayanır. Bayaq siz vurğuladığınız kimi, necə ki, söz sandığı olan bir adam, yəqin ki, orada olar və onun yaradıcılığı daha da çox araşdırılsa ki, onu görmək olar. Bəli, bəli. İnşallah ki, onlar hətta ondan əlavə Bağdaddan da elə bir əhvalat olub. Bağdaddan bir Bağdad gözəli xurma sovqatı göndərir. Hüseyn Saraçoğlu da Fəxralı Həsənov Musa olub. Allah hər birinə rəhmət eləsin. Onunla birlikdə istirahədə gedirmiş. Bizim poçtalyon gəlir ki, Hüseyn Saraçoğlu, bəs sizə bağlama gəlib Bağdaddan. Deyir, mən hara, Bağdad hara, bağlama nədir? Bağlamanı alır ki, bəs xurma sovqatı deyir, elə istirahət yerində çayla içərik. Aparır xurmanı birindən içirlər, ikisindən, üçüncüsünü içəndə əlinə atır ki, xurmanın tumunu çıxardıblar, çiydini. Çıxardıb hansısa bir qadın 2 qullaç uzunluğunda qadın saçını doluyub, xurmanın çiyti yerinə qoyub. Həmən o saç da durur, o qızın məktubu da durur. Bu dəqiqini arxivində durur. İnşallah maraqlı epizodlardır. Çoxdur elə əhvalatları. Sizə təşəkkür edirik bu dəyərli məlumatlar üçün və təbii ki, çalışacağıq ki, davamlı şəkildə, silsilə şəkildə daha başqa bir formatda da Aşıq Hüseyn Saraçoğlu haqqında auditoriyaya geniş bir məlumat verək və bu böyük şəxsiyyət haqqında, dəyərli şəxsiyyət haqqında bizim icmamızı məlumatlandıraq və necə ki, vurğuladığınız kimi adamın, yəni bu şəxsin həm yaradıcılığı, həm şəxsi keyfiyyətləri olduqca yüksək, bəli, zəngindir. Siz danışdıqca və hətta o qədər çox maraqlı idi ki, dinləmək və ümid edirəm ki, bizim auditoriya üçün də maraqlı olacaq. Təşəkkür edirik sizə bu şəxsin yaradıcılığını, demək olar ki, fəaliyyətini könüllü şəkildə davam etdirdiyinizə görə və ümid edirəm ki, biz 1 ildən sonra, 2 ildən sonra yenə bu həyətdə oturacaq və ancaq muzeyin qarşısında və bu şəkilləri bu şəkildə deyil, divarlarda, muzey şəklində artıq bəli, oradan izləyəcəyik. Deməli, Gürcüstanda ilk dəfə aşağı qoyulan heykəldir. Bu heykəl 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqı tərəfindən yaradılıb və Aşıq Hüseynin doğulduğu bu kəndin mərkəzində burada ucaldılıbdır. Bu bizim eyni zamanda uzun illərdir ki, aşıqlıq simvolu kimi də təqdim olunur. Təkcə bu Saraçoğluya yox, bizim başqa Borçalıda olan bütün aşıqlar həmişə gəlib burada önəm veriblər. Burada təcrübələr keçirəndə Aşıq Hüseyn Saraçoğlu'nun abidəsi önündə şəkil çəkdirdik. Yəni bu bizim həm də aşıqlıq simvolu hesab olunur. Burada bu gördüyümüz qarşıdakı bu ağac dağdağan ağacıdır. Bu ağacın yaşı bilinmir. 100'dür, 200'dür, 300'dür, 500'dür. Ustad uzun illər kəndin danəndə ağsaqqal hörmətli kişiləri ilə burada uzun-uzadı söhbətlər edib. Saatlarla oturublar burada, qəlyan çəkiblər, kəndin dərdi halını danışıblar. Bu kəndin mərkəzi olduğuna görə Aşıq Hüseyn Saraçoğlu həm evi yaxınlığını olur, həm də deməli bu ağacın kölgəsi, möhtəşəmliyi var. Bu eldə bu ağaca necə də bir ziyarət kimi baxırlar. Yəni bu ağac o qədər müqəddəsdir ki, bunu hamı ona sanki bir ziyarət eləyir, ziyarət kimi baxırlar. Bunun həm kölgəsi, həm uzun ömürlük, əslində dağdağın acı bir uzun ömürlük simvoludur. Və Hüseyn Saraçoğlu'nun bax burada oturubdu, buyurun əyləşin. Saatlərlə burada oturubdu, saatlərlə burada söhbətləri olub, qəlyan çəkiblər, kəndin dərdi hal eləyiblər, kəndin vəziyyəti ilə bağlı, kəndin nəsə o bir hadisə olanda onu burada müzakirə ediblər. Yaxşı günü, pis günü, hamısı burada müzakirə olunur. Həm dar günü, həm gen günü, şad günü həmişə bax burada müzakirə olunubdur. Və əlbəttə bunun mərkəzində bizim Dədə Hüseyn Saraçoğlu durubdur və hamı Dədə Hüseyn Saraçoğlu'nu eşitmək istəyibdir. Onun məsləhətini, onun sözünü, onun verəcəyi deməli, öğüt nəsihəti eşidibdir. Bu ağacın sinəsində Dədə Hüseynlə bağlı bəlkə də
onun dili olsaydı bizə nələr danışardı. Burada nə əhvalatlar olduğunu, nə söhbətlər elə, bunlar bu dağdağın ağzı danışardı.